Salam dəyərli dostlar. Deməli, dünənki sualı izah edirik. Deyir ki, hansı cümlədəki feil məhsul növdə işlənmişdir? Biz bilirik ki, məhsul növün şəkilçisi il+4 və n+4-dür. Məhsul növdə işi görən məlum deyil, amma mübtəda vardır. Bunu yadda saxlayaq. İndi variantlara baxırıq, görürük ki, bu şəkilçi bu feildə yoxdur. Sonra bu feildə yoxdur, bu feildə yoxdur. Burada sizi verdiyi çaşdıra bilər. Bu da feili sifətdir. Bu da olmaz. Biz iki variant üzərində odaqlanacağıq. B və C variantı. B variantında deyir ki, Koroğlu gəldikdən sonra Çənlibeldə şadyanlıq edildi. Nə edir? Şadyanlıq edildi xəbər. Harda? Çənlibeldə zərflik. Nə zaman? Koroğlu gəldikdən sonra. Bu da zaman zərflidir. Və fikir versəsə mübtəda yoxdur. Mübtəda yoxdursa bu artıq şəxssiz növdür. Çünki şəxssiz növdə də işi görən məlum deyil, amma onlarda mübtəda olmur. C variantına baxaq. Badələr süzülürdü. Nə edir? Süzülürdü. Nə? Badələr. Mübtədası var. Süzməkdən süzülmək yaranır. Baxın, il şəkilçisi, eyni şəkilçi burada vardır. Və işi kim tərəfindən görüldüyünü biz görmürük. Yəni, badələr kim tərəfindən süzüldüyünü görə bilmirik. B variantla C variantının fərqi, B variantında mübtədanın olması, C variantında isə mübtədanın olmasıdır. Yəni, doğru cavab C variantıdır. Təşəkkürlər.